Kökəlmədən burger yemək istəyirsənsə, bu burger piroq səninlidir. Təbii ki də bütün piroqu bir dəfəyə qabağına qoyub yeyənlərə şamil deyil. 350-400 qram soğanlı toyuq farşına duz, istiot, ev sayağı ketçup əlavə edib tavada bişirib kənara qoyuruq ki, biraz soyusun. O vaxta kimi də 500 qram qatığa 2 yumurta, biraz da duz əlavə edib qarışdırırıq. Alınan məhlulumuzun üstünə də 180 qram un, 5 qram qabartma tozu əlavə edirik, yenə də qarışdırırıq. Sonra xəmirimizin yarısını qəlbə töküb üstünü farş, duzlu xiyar və pendirlə bəzəyirsiniz. Digər yarısı ilə də üstünü örtürsünüz. Biraz da küncüt səpirsiniz. Daim mən çolaq kimi bir yerə səpələməyin, yaxşı səpələyin. Sonda da təbii ki 180 dərəcəlik sobaya 40 dəqiqəlik pişməyə qoyursunuz. Və budur, hazırdır. O qədər isti yeyib ağzımı yandırmışam ki, qorxumdan kənara qoydum ki 5-10 dəqiqə qalsın, biraz soyusun. Və soymağına baxmayaraq dadanda özüm də xoş təəccübləndim. Növbəti videoda nə görmək istədiyinizi şərhlərə yazın və izləmədə qalın. Hələlik.